Daha çox gəncləri narahat edən eksistensial anksiyete və ya mövcudiyyət narahatlığı insanın həyatın mənası, ölüm, azadlıq, yalnızlıq və varoluşun qeyri-müəyyənliyi ilə bağlı yaşadığı dərin və sarsıcı narahatlıq hissidir. Əsas xüsusiyyətləri ölüm qorxusu, bir gün yox olacağım düşüncəsindən yaranan gərginlik, mənasızlıq hissi, həyatımın mənası nədir, niyə varam kimi suallarla bağlı narahatlıq, azadlıq və məsuliyyət, seçim azadlığına sahib olmaqla bağlı məsuliyyətin ağırlığı, tənhalıq hissi, insan nə qədər insanlarla əhatələnsə də daxili yalnızlıq hissinin yaşaması, gələcəyin qeyri-müəyyənliyi, nə olacağını bilməmək insanı narahat edə bilir. Misal olaraq, məsələn, tələbə bu ixtisas seçməyim doğrudurmu deyə düşünür və gələcəyini sorğulayıb narahat olur və ya 40 yaşında bir insan həyatının mənasız keçdiyi, niyə yaşayıram deyə depressiv düşüncələrə qapılır. Əgər eksistensial anksiyete gündəlik funksiyaları pozursa, məsələn, yuxusuzluq, ümidsizlik, panik atak kimi əlamətlər yaranırsa, psixoterapiya və ya dərman müalicəsi mütləqdir.